diabeti olan pasientlərimizdə müalicə alqoritması necə olmalıdır? Əgər sizin 3 aylıq şəkəriniz 8-dən aşağıdırsa, fiziki aktivlik, sağlam qidalanma, monoterapiyadan metformin qrupasından başlamalıyıq. Əgər sizin 3 aylıq şəkəriniz 8-8-9 arasıdırsa, bu zaman ikili kombinasiya, metformin digər dərman və yaxud da ki, üçlü kombinasiyadan istifadə edə bilərik. Əgər sizin 3 aylıq şəkəriniz 9-dan yuxarıdırsa, bu zaman kombinasiya şəklində insulin də əlavə oluna bilər. Əlbəttə ki, seçimi endokrinoloq aparır. Bu zaman sizin istifadə etdiyiniz dərman sayıları, insulin müalicəsi sizi narahat etməsin. Sizin şəkərlərinizin yüksək olması sizi narahat etsin. Ona görə də endokrinoloq sizə hansı müalicəni təyin edirsə, sizin nə qaraciyərinizə, nə böyrəyinizə bu dərmanlar ziyan olmayacaq. Əksinə, elədiyiniz müalicə sayəsində 3 aylıq şəkəriniz normaya düşəcək, aclıq və toxluq şəkərləriniz norma daxilində olduğu müddətdə sizdə digər ağırlaşmaların yaranması olmayacaq.